21-ci əsrdə modern texnologiya və qədim fəlsəfənin qovuşduğu şəhər Pekin. Bu şəhərdə indi Azərbaycan-Çin münasibətlərinə yeni nəfəs verilir. Bugün Azərbaycan artıq Asiyaya doğru da istiqamətini yönəldir və bu sahədəki əməkdaşlığını biraz da artırmaq niyyətindədir. Avropa İttifaqının zaman-zaman Azərbaycana qarşı sərgilədiyi mövqeyi nəzərə alaraq Azərbaycan artıq Asiya ilə əlaqələrinə xüsusi önəm verir. Azərbaycan prezidentinin səfəri geopolitik baxımdan çox əhəmiyyətlidir. Ölkənin Çinə çıxışı orta dəhlizin güclənməsi deməkdir. Azərbaycan Çinin bir kəmər, bir yol təşəbbüsündə əsas keçid nöqtələrindən biridir. Orta dəhliz Asiyanı Avropa ilə qovuşduran ən qısa və təhlükəsiz marşrut sayılır. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən bir körpü rolunu oynayacaq. Yəni Çin üçün Avropaya malların daşınmasında müstəsna rol oynayacaq və Azərbaycan coğrafi baxımdan kifayət qədər əlverişli mövqedə yerləşir ki, nəqliyyat qovşaqlarının buradan keçməsi Azərbaycanın rolunu biraz da artıracaq. Bu baxımdan Asiya ölkələrində Azərbaycana böyük marağı var. Növbəti gün həm məsuliyyətli, həm də aktiv keçəcək. Qarşıya qoyulan hədəflər bunu deməyə əsas verir. Səhər saatlarından hər kəs yerini alıb. Çin sədri Xi Jinping qonağını böyük təntənə ilə qarşılayır. Liderlər hərtərəfli tərəfdaşlığı təşviq edən bəyannamə qəbul edirlər və qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə fokuslanacaqlarını Pekində bir daha səsləndirirlər. Ölkələrimiz arasında etibarlı əlaqə mövcuddur. Bir-birimizi anlayır və qarşılıqlı inam əsasında münasibətimizi qururuq. Siyasi əlaqələrimiz kifayət qədər dürüsttür. Azərbaycan və Çin bir-birinin ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etdi və Azərbaycan Tayvanın hər hansı bir formada müstəqilliyini qəbul etmədiyini elə Pekindən çatdırdı. Pekin Bakının 4-cü ticarət tərəfdaşıdır. Təxmin edildiyi kimi bəyannamədə bu əlaqələrin genişləndirilməsinin vacibliyi də vurğulanır. Rəqəmlər isə artımın proqnoz edildiyindən daha sürətli olduğunu göstərir. Azərbaycanın Çində 6 müxtəlif şəhərində 7 ticarət evi fəaliyyət göstərir və bu ticarət evlərinin sayını artırmağa davam edəcəyik. Azərbaycan məhsullarının tanınmasının digər səbəbi məhsulların keyfiyyətinin kifayət qədər yüksək olmasıdır. Biz də öz növbəmizdə reklam işlərini, təşviq işlərini həyata keçiririk. Bir kəmər, bir yol layihəsi iqtisadi əlaqələrdə açar xəttdir. Bu layihənin tərkib hissəsi olan orta dəhliz vasitəsilə Çindən Avropaya daşımalar daha sürətli formada həyata keçirilir. Azərbaycan mənim üçün qlobal və regional səhnədə xüsusi paya sahibdir. Çünki o, orta güc kimi çıxış etməyi bacarır. Bugünkü Çin Birləşmiş Ştatlar rəqabətində bizim belə orta güclərə ehtiyacımız var. Qərbin təsirindən azad olan Azərbaycan bunu bacarır. Səhərdən başlayan görüşlər bir-birini əvəz eləyir və bu görüşlərdə Çin-Azərbaycan münasibətlərinin yeni müstəviyə keçdiyini aydın sezmək olur. Azərbaycanla Çin arasında viza rejimi ləğv olundu və bir il öncə Azərbaycan bir tərəfli qaydada Çinli turistlər üçün viza rejiminin ləğvi ilə bağlı qərar verdi. İndi isə artıq qarşılıqlı şəkildə bu qərar icra olunacaq. Bu isə həm insanlar arası dialoqa töhfə verəcək, həm də turizmin inkişafı üçün imkan yaradacaq.
Hədəflərdən biri də Çin-Azərbaycan Birgə Universitetinin yaradılmasıdır. Bu ilin sentyabrında mən Azərbaycana gedəcəyəm. Mən çox sevinirəm. Eyni zamanda mən istəyirəm ki, yeni dostlar ilə tanış olacağam və Azərbaycan dilində daha da sərbəst danışacağam. Zaman keçdikcə mən Azərbaycanca danışıq, qabiliyyətimi yavaş-yavaş təkmilləşdirirəm. Gələcəkdə mümkündür ki, imkan varsa mən Azərbaycan ədəbiyyatını daha çox oxumağı planlaşdırıram. Çindən Azərbaycana salamlar. İndi isə üz tuturuq çinlilərin ən çox getdiyi Çaoyuan parkına. Burada hələ 2012-ci ildə Azərbaycan şairi Nizami Gəncəvinin büstü ucaldılıb. Mən istəyirəm ki, Çinli uşaqlar bilsinlər ki, dünyadakı qabaqcıl ideyalar bir millətin sərvəti deyil, onlar ümumidir və bu müdriklərdən səylə öyrənmək lazımdır. Səfərin 3-cü günü. Prezident İlham Əliyev Çini tərk etməyə tələsmir. Əhəmiyyətli görüşlər üçün biraz da zamana ehtiyac var. Hədəflər müəyyən edildi. İndi isə artıq sağollaşmaq vaxtıdır. Bəli, bununla da Azərbaycan Prezidenti İlham Əliyevin Çin səfəri yekunlaşdı. İkitərəfli əlaqələrin inkişafı üçün lazımi bütün addımlar atıldı. İndi isə qalıb həmin sənədlərin icrasını həyata keçirmək.